Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Azərbaycan Milli Mətbəxinin növbəti qutabını, qarın qutabını hazırladım. Qarın qutabını mən fərqli hazırlayıram. Video diqqətlə baxsaz və siz həmin fərqi biləcəksiniz. Fərqli dad, çox ləzzətli, sözün əsl mənasında dadlı, hətta qarın qutabını sevməyənlər belə bu qutabı nuş edəcəklər. Qutabın xəmiri adi qayda ilə hazırlayıram. Bütün qutabların xəmiri mənim reseptlərimlə eynidir, fərqi yoxdur. Fərq ancaq suyun miqdarında ola bilər. O da unun növündən asılıdır. Onun üçün xəmir yoğuranda nəzərə alınan suyu dərhal una əlavə eləmək lazım deyil. Aram-aram. Qutab üçün xəmir hazırlayanda mən sırf bakılılar kimi hazırlayıram. Sadəcə olaraq əvvəllər bitki yağı olmayanda qutabın xəmirinə ərinmiş yağ əlavə olunurdu və hətta elə ev var idi ki, südlə yoğururdu qutabları. Sonra vaxt zaman keçdikcə xəmirin hazırlama prosesi bir balaca dəyişildi. Xəmiri yoğurdum, 10 dəqiqə dinləndi və mən 40 qramlıq kündələrə bölürəm. Və bu xəmirdə yağın xüsusiyyəti nədir? Xəmir daha gözəl, dadlı və elastik olur. Video yorucu olmasın deyənə, siz çox yorulmayasınız. Videoda müəyyən prosesləri sürətlə vermişəm. Hazır kündələr də yenə də bir 10 dəqiqə dinlənməlidirlər. Bu nə üçün olunur ki, kündələri yayanda əliniz ağrımasın. İndi isə mən içliyi hazırlayıram. 1 kilo təmizlənmiş qarın, 600 qram sümüksüz, dərisiz toyuğun but hissəsi, 1 kilo soğan. Niyə toyuq əti? Ona görə ki, qarın qutabında mən qursaqla qalın bağırsağı xoşlamıram. Amma əslində qarın qutabını hazırlayanda qursaq da olmalıdır, qalın bağırsaq da. Mən isə onları toyuq əti ilə əvəz eləmişəm. Onu da qeyd edim ki, qarın qutabı mən sırf Bakıda məşhur bir kampaniya var idi və onların resepti ilə hazırlayıram. Çox gözəl, çox dadlı olur sözün əsl mənasında. Qutabın içliyi ət çəkən maşınından 2 dəfə çəkilməlidir. Amma çəkilmiş içliyi ikinci dəfə ət çəkən maşından çəkəndə biraz çətinlik yaradır. Ona görə də ikinci dəfə çəkilmiş içliyi mən artıq blenderdan keçirdirəm. Çəkilmiş içliyə duz, qara istiot, pul biber, bitki yağı əlavə edib yaxşıca qarışdırıram. Və mən soğanı çəkəndə onun suyunu sıxmıram. Bizə lazımdır ki, içli soçun olsun. Ümumiyyətlə, ət qutabı da hazırlayanda, qarın qutabı da hazırlayanda, hətta düşbərəni də belə hazırlayanda, ət 2 dəfə ət çəkən maşından keçirilməlidir. Və mən çəkilmiş 1 dəfə ədviyyatı qatılmış içliyi indi blenderdan keçirdəcəm. Siz bir dənə bu içliyə baxın. Çox gözəldir. Yəni belə deyim, tortun kreminə oxşayan bir içli olmalıdır. Niyə? Videoya baxsaz biləcəksiniz. Blenderdan çəkilmiş içi keçirdəndə çox gözəl olur. Nə bıçağa heç nə dolaşmır və çox rahat olur. Hazır içlik bax belə olmalıdır. İçlik də hazırdır. Artıq
dinlənmiş kündələri, bax belə 10-10 açıram. Mən bunu niyə edirəm? Yuxanı, balaca yuxanı yayanda çox rahat olur. Yəni bizim əlimiz ağrımır və bu da şərtdir. Yayılmış balaca kündələr bir-birinə yapışmasın deyənə məcbur oldum 3 hissəyə böldüm və mən indi deməli baxın balaca yuxaları yayıram. Bax görürsüz necə rahat yayılır. O ona görə ki, mən balaca kündələri yaydım, bir balaca qaldı. Ümumiyyətlə xəmir çox xoşlayır ki, onu dinlənmə üsulu ilə yayasan. Amma dərhal əgər xəmiri kündələdiniz və başlayırsınız yaymağa, onda həm bərk olur, həm cırılır. Yəni ki, ən gözəl üsulu bax belədir. Azərbaycan milli mətbəxində elə bir yeməklər, təamlar var ki, həqiqətən də onu hazırlayanda mütləq ki, mətbəxdə 2 xanım olmalıdır. Qutab da onların biridir. Yəni düşbərədir, qutabdır. Mütləq halda 2 nəfər olmalıdır ki, biri yaysın, için qoysun, amma bir nəfər qutabı bişirsin. Mən isə təkəm. Ona görə də 4-ünü eyni ölçüdə yayıram və bir üzdən içliyi çəkəcəm və bir tərəfdən də bişirəcəm. Xəmir çox unikal xəmirdir və bunu bu cür rahat eləyən nədir? Xəmirin tərkibində bitki yağın olmağı. Çalışın yuxanı açanda un çox istifadə eləmin. Baxın görün necə gözəl, nazik, elastikdir. Yəni qiyabi xəmirin gözəlliyini çatdırmaq heç cürlə mümkün deyil və artıq növbə gəldi içliyi çəkməyə. Baxın görün, bax buna görə də qarın qutabın, ət qutabın içliyi 2 dəfə çəkilməlidir. Bitki yağı ona görə əlavə olunur ki, orada qəşəng deməli yayılma xüsusiyyəti olsun. Və mən burada çox bir təzə bir üsul sizə göstərmək istəyirəm. Malakeşlə deməli barmaqlarımın izi qalmasın deyə qutabın üstündə mən bax belə malakeşlə işləyirəm. Mütləqi halda o biri videolarımda yəqin görmüsünüz ki, mən qutabı bişirməmişdən qabaq bir balaca bitki yağı vururam. Onda qutabın görünüşü çox-çox gözəl olur. Bir dənə fikir verin, amma əgər bu içli bir dəfə çəkilsəydi, onda qarın dənə-dənə qalacaqdı xəmirin üstündə və bildiyiniz kimi qarın hətta ət maşından keçirilsə də belə bişəndə həmin o dənə bərk olur və xoş təsir bağışlamır. Amma bu cür edəndə çox ləzzətli, çox dadlı, sözün əsl mənasında yəni ki, bişirərsiniz, dadına da baxarsınız və mən davam eləyirəm bişirməyə. Tavanı deməli yağlayıram. Onun üçün də mən həmişə vurğulamışam ki, həqiqətən də qutabı sacın üstündə bişirəsən. Niyə? Saç özü deməli dairəsi yumrudur deyənə, qutabı da üstünə qoyanda hər tərəfi bişir. Bunun da çözümünü tapmışam. Ona görə də tavanı, ortanı yağlayıram və Nəticə möhtəşəmdir. Siz bir dənə bu qutabın görünüşünə baxın. Maşallah, videonun əvvəlində vurğuladığım kimi qutabı hamı bişirir. Sadəcə olaraq xəmirim də fərqlidir, içliyin hazırlama prosesi də fərqlidir. Siz nə edirsiniz? Video baxandan sonra əgər bəyənəcəksinizsə, deməli siz nə edirsiniz? Gedirsiniz, qarın alırsınız, toyuğun bu dibini alırsınız, sümüyün təmizləyirsiniz, dərisini təmizləyirsiniz və bu cürlə möhtəşəm sənət əsəri yaradırsınız. Mənim əzizlərim. Axırıncı 2 qutabı da bişirib qutardım. Çox gözəldilər, çox ləzzətlidirlər. Hazırlayın, nuş edin. İstərsiniz qatıqla, istərsiniz sumaqla, istərsiniz doğu ilə. Çox dadlıdır, çox ləzzətlidir. Qutabın üzünə belə baxanda adama gəl-gəl deyir. Sizlərə nuş olsun. Çox dadlıdır. Dəqiq ölçülər.
ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.